hallanmırlar. Ümumiyyətlə, bu nisbə vəziklər hallanmır. Bunların hallanan yalnız və yalnız təsniyələri olur. Əmənu, iman edən, burada feildir. Demək, feil 4-cü babdadır. 4-cü babdadır və nədir? Cəmdədir. Cəmdədir və 3-cü şəxsdədir və kişi cinsindədir. Sonra və amilus salihati və burada bağlayıcı amilu. Amilu mənası edənlər deməkdir. Amilu edənlər. Nəyi edənlər? Salih əməlləri edənlər. Burada amilu dediyimiz kimi feildir. Feildir. Demək, 3-cü şəxsdədir. Salim feillər qrupuna aiddir və cəmdədir. Əs-salihati, salih əməllər məf'uldur, yəni vasitəsiz tamamlıqdır. Çünki burada feil, amilə feili, bu feil, bunu əs-salihatini saldı nəyə? Yəli və təsirli halına. Yəli və təsirli halına. Burada əs-salihati demək, isimlərin, demək, qadın cinsinin düzgün cəmindədir. Ətun şəkilçisi ilə ərəb dilində qutaran isimlər, demək, qadın cinsinə aiddir. İsimlərin düzgün cəmidir. Yəli və təsirli halındadır və bunlara 2 hallı isimlər də nədir? Deyirlər. Demək, bu oldu bizdə əs-salihati, bizdə bu olacaq nə? Vasitəsiz tamamlıqdır. İsimlə ifadə olunub, isimdir, müəyyənlikdədir və nədir? Cəmdədir. Və bağlayıcıdır, ətf hərfi yazılıb. Təvəssau mənası bir-birlərinə tövsiyə edənlərdir. Bu, feilin demək 5-ci babındadır. Təfəalə